ABŞ ve İsrail öz əsgərlərini İran ərazisində ölməsini istəmirlər. Çünki İran böyük ölkədir və müdaxilə üçün ən azından 500 mindən yuxarı əskərə ehtiyac var. Bu ağıllılar düşünür ki, NATO'da ABŞ-dan sonra ən böyük əskərə və qüdrətə malik ölkə Türkiyədir. Buna görə Türkiyə təzyiq edirlər ki, Türkiyə prosesə müdaxilə etsin. Türk əskəri getsin, İranda qırılsın, müsəlmanları üz-üzə qoysunlar, bir-birlərini zəiflətsinlər və nəticə etibarilə Türkü bu yemi götürüb aradan çıxsın. Ancaq Türkiyə gördüyünüz kimi prosesə müdaxilə etmək istəmir və istəməyəcək. Bu mümkün də deyil. 10 dənə Trump kimi prezident ola, Türkiyəni bu məsələyə bağdar edə bilməz. Buna görə də proses hələ bitməyib. Buna görə də yaxın bir neçə həftə davam edərsə, İran rejiminin raket qurğuları, dron, bütün istehsal müəssisələri tamamilə məhv edilərsə, gücsüzləşdirərsə və bu kontekstdə bir də Netanyahu'nun siyasındakı insanlar zərərsizləşdirilərsə ki, bunun adı başsızlaşdırmaqdır. Artıq bundan sonra mərkəzdən qaçma prosesi sürətlənəcək. Artıq bunun işartıları var. Sepahın rəhbərliyinin və yaxud siyasi rəhbərliyinin qaçıb bunkerdə gizlənməsi ilə məsələ bitmir. Bu mücadeləni apara biləcək bir də əskər və zabitlərə, orta heyətə ehtiyac var ki, onlar bunkerdə gizlənə bilmir. Çünki bu raketi tapıb, çıxardıb atmağa, dronları atmağa ehtiyac var. Yəni ABŞ və İsrailə qarşı döyüşməyə ehtiyac var. Bugün döyüşənlərlə əmir verənlər arasında koordinasiyada ciddi boşluqlar yaranır. Və ən nəhayət Laricaninin öldürməsi də çox böyük suallar və boşluqlar yaranır. Buna görə də bu etiraz dalğası ilə, yəni etirazçılarla əgər küçələrə çıxacaqlarsa, yenidən rejimi devirmək istəyəcəklərsə, xarici müdaxilə bu ikisi birləşərsə və İranın bütün hərbi gücü tamamilə məhv edilərsə ki, proses ona doğru gedir, fikir verirsinizsə, artıq Xəzərdə 5 İran gəmisini bugün məhv ediblər. Yəni yanğın artıq Xəzərə də gəlir. Və bu davam edərsə, davamlı olarsa, əlbəttə sizin dediyiniz potensialı kinetik enerjiyə, yəni reallaşdırmaq mümkün olacaq. Bugün Türkiyə, Azərbaycan və Türk dünyasının istəyi müharibənin bitməsi, qlobal böhranın bitməsi, regionda bu cür yanğının söndürülməsidir. Ancaq 2 həftə sonra, yəni zaman dəyişdikcə dərhal maraqlar dəyişə bilər. Niyə? Çünki baxın, İsrailin istəyincə Kürt terrorçuları silahlandırılaraq İraq istiqamətindən Kürdistan sardığı, İrandakı Kürdistan sayılan bölgəyə hərbi müdaxiləsini istəyirlər. Baxın, bu hərbi müdaxilə olduğu təqdirdə nə olacaq? Bu Kürt terrorçularına müəyyən bir şey verməsələr, Kürdlər gedib İranda ölməyə hazır ola bilərlərmi? Demək ki, onlar üçün böyük maliyyələr verirlər. Bu maliyyəni İsrail öz cibindən vermək istəmir. Enerji daşıyıcıları olan bölgənin Kürdlər tərəfindən işğalı nəticəsində nəzarətə alınmasını istəyir. Eynən Suriyada olan planı həyata keçirmək istəyir. Məgər 14 il Suriyanın neft yataqlarını Kürd terrorçuları istismar etmədi? Terror baronları Avropanın başlarında milyardlar saxlayır. Hardandır bunlar? Həmin nefti su qiymətinə satıb ciblərinə qoyurdular. Ölənlər də yetim Kürt əskərləridir. Ancaq bu potensial bundan məhdudlaşırmı? Deyil. Məsələ burasındadır ki, Kürdistanı elan etmək üçün onların Cənubi Azərbaycan bölgələrinə ehtiyacı var. Sulduz, Xoy, bu cür mərkəzlər, daha böyük bölgələr, Türkiyənin cənub hissəsi, yəni İranın həmsərhəd olduğu bölgələr, hansı ki, Türkiyə ilə onların arasında Cənubi Azərbaycan torpaqlarıdır. Bu torpaqların işğalından başlayacaq proses. Bilirsiniz bu nə deməkdir? Bu Cənubi Azərbaycan soydaşlarımızın kütləvi olaraq soyqırımıdır. Əvvəllər də olub, bugün də planlaşdır. Fikir verdinizsə, zaman dəyişdikcə maraqlar da dəyişir. Yəni İran rejimi devrildiyi təqdirdə bu cür əməliyyatlar başlasa, qeyri-iradi olaraq Azərbaycan və qardaş Türkiyə dərhal hərbi əməliyyatlara başlamaq məcburiyyəti ilə üzləşir. Biz soyqırıma imkan verə bilmərik. Bu tarixi məsuliyyətdir. Artıq bu xəbərdarlıq ABŞ-ə edilib ki, bu cür xam xəyallardan vaz keçin. Suriyada necə olmuşdusa, eyni cavabı İranda da görəcəklər. Yəni Suriyanı parçalaya bilmədilər.
Türkiye'ni parçalayabilmediler. Terör dehlizi yaratabilmediler. Şimdi bunu İran üzerinden etmek istiyorlar. Bu İsrail'in marağıdır. Ancak Abış bunu istemir. Abış'ın istediği Venezuela modelidir. Hakimiyetin içerisinden daha yumuşak, Abış'a garp siyasetine loyal siyasetçileri hakimiyete getirmekle Abış'ın bütün geosiyasi maraklarını temin ettirmek, neft ve gaz sahasını nezarete götürmek, satışında bilavasıta iştirak etmek, hansı ülkelere neft ve gazın satışını Abış'ın müəyyənləşdirilmesini təmin. Abış'ın istediği budur. Gördüğünüz gibi İsrail ile Abış'ın maraklarında çok büyük farklar var. Dünən Senat'ta bu da itiraf oldu. Ve maraklıdır ki daxili kəşfiyyat organının rəhbəri Gebard'ın rəhbərliyində çalışan terör əleyhinə departamentin direktörü istifa verdi. Kim? O da açık itiraf etti ki Abış'ın maraklarıyla İsrail'in marakları bu muharebede uzlaşmır. O mən dediklerimi nəzərdə tuturdu. Ancak İsrail fikir verirsiniz öz başına siyahlar müəyyənləşdirir. Onlar bütövlükdə rejimin değişmesini istəyirlər. Yeni kukla rejimi hazırlanır. Hatta bütün dünyanı vadar etmek istəyirlər ki Rıza Pəhləvini İran'ın legitim devlet başçısı kimi tanısınlar. Bakın kanunsuzluğa bakın. Bunlar potansiyel təhlükədir. Abış çok yaxşı anlayır ki Rıza Pəhləvi amili İran'da birleştirici amil değil. Bir grup Fars'ın şahı istemesi, şahın nəvəsini istemesi bu demek değil ki bütün İran əhalisi Pəhləvini istəyir. Buna göre de maraklar deyiləndə Abış ve İsrail'in maraklarındaki potansiyel fərqi siz görürsünüz. Ona göre de prosesin hansı istiqamətə yön alması Azərbaycan, Türkiye ve Türk dünyasının kararlarını değişebilir. Bugün muharebenin sönmesini isteyen Türk dünyası sabah prosese hərbi müdaxilə edebilir. Bu bir mecburiyetten yaranabilir. Çünkü İsrail İran'ı bir neçə hissəyə bölməklə tamamıyla zərərsizləşdirmək projesini dövrəyə bırakmak istiyor. Bu bütün region için yangın demektir. Ona göre de Türkiye koşulları bir nömrəli əmrlə sərhəddə gözləyir. Eynən Azərbaycan ordusu da bir nömrəli hazırlık vəziyyətində. Her vəziyyətə hazır.